Yaralı kömeğin geliyor. O kolla giriyor. Kalk boşaltılır kalk. Ben önce ürəmə dammışdı ki, vəziyyət orada kritikdir. Mənim yanımda bir şəhid idi, Hidayət idi. Bir də Camal idi. Camal rəhmətə getdi. Rasim! Allah Ekber denə, parol ver. Hardasa 2 saat yarıma yaxın həmin ərazinin müşahidəsini apardıq, kəşfiyyatını apardıq. Əmr verildikdən sonra bizim ixtisaslı gizirlərimiz, baş gizirlərimiz, zabit heyətimiz qərar aldı ki, həmin postu götürək. Biz həmin səngərə qarşı qədər bizim hardasa 7-6 kilometr məsafəmiz var idi. Biz həmişə hücuma girəndə atəş səsləy düşmən postun arasında bir görəcək uzaqlıqda olmalıdır ki, daim atış altında biz saxlayaq ki, yerdə qalan hücum şəxsiyyətimiz qırağına hərəkət edib posta basqın eləsinlər, posta girə bilsinlər. Atəş səsləy qrup komandiri ayrıldı. Mən də atəş səsləydəyəm, snayper kimi fəaliyyətimi göstərirəm. Artıq 4 kilometr zad qalmışdı, səngərə gedirlər də. Səngəri çat-çatda videoda göründüyü kimi aşkara çıxırlar. Güllələrin səsini eşidirsən, videoda göstərilir ki, orada aşkara çıxıb güllə atırlar. Əliyev Eliyar, İsmailov Camal şəxsiyyətə baş salır ki, orada sağla gəlin təpədən güllə bizi tutmasın da, böyürlə gedək posta kimi. Postun başından girək, təmizə çıxaq postu. Böyle səngərdir. Əldə qazılmaq səngərdir. Böyük yoldaşlarımız səngərə girəndə, girdiyi vaxtdan bunların səngərə girən kişilərin görüntü etdi bizdə. Arada görüntü etdi. Səngər düşürdü o izə, təpənin o izinə. Biz bunları görə bilmədik. Görüntü daha da çətinləşdi. Burada rabitədə əlaqə çıxdı ki, bəs atəş dəstək gəlsin. Ateş dəstək! Ateş çıkadı! PK azad götür gəl, qabağı bəs vəziyyət burada kritikdir. Vəziyyətin kritik olduğunu bildik. Biz də, mən də snayperdə Cavad Avamillə badiyik. Oturmuşun yan-yana nişan almışıq. Güllə atmışıq, daraları doldururuq ki, növbəti döyüşük. Gördüm ki, vəziyyət pisdir, silah kürəmi alıb qaçdım post tərəfə. Mən ürəmə dammışdı ki, vəziyyət orada kritikdir. Mənim yanımda bir şəhid idi, Hidayət idi. Bir də Camal idi. Camal rəhmətə getdi. Ki, belə vəziyyətə düşməli deyildik. Yəni, buradan başqa bir cavab gəlsə, deməli vəziyyət pisdir də. Mən çatanda Ələsgərdə Sənanı göndərmişlər yola ki, get qarşılayacaqlar səni. Mən rəhmətli Ələsgərdə Sənanı gördüm. Sənanın çox qan itirmişdi. Rəngi hardasa normal, çünki Sənan neçə vaxtı bir yerdə idi. Xidmətimiz çox böyük müddət olmasaydı, amma son ayları bir yerdə idi. Yəni, rəngi çox ağarmışdı. Gördüm, qanı gedib. Jüqut atdı, jüqut qoyub, iç tibbi yardım göstərib, qoluna jüqut atdı. Gətirdim biraz arxaya, varsa bir 50-60 metr gətirdim, öz arxada Naxçıvana çatana kimi orada bir adam tapıb ona verdim ki, bunu aparsın arxaya. Qayıdım tezdən uşaqların dalınca. Mən onu qoyub qaydana kimi orada şəhid olan Mahir Qaflanov, Şüxəmir, Səngərdə ermənilərlə yüz atışanda qəhrəmancasına şəhid oldu. Qəhrəmancasına şəhid olan Vətən müharibəsi qəhrəmanı Cəbrayılov Sübhan, İsmailov Camal və Əliyev Eliyar igidlikcəsinə Allahu Ekber təkbir çəkib o insanın elə bir içində bir inam hissi var idi ki, elə bir inat hissi var idi ki, yəni ki, adam onunla döyüşməyə belə sevinir ki, bu insan Allahın qurbanı ki, yanındadır da bu cür insanla döyüşürsən. Yaxşı olacaq. O pekan verir. İnşallah, inşallah. Qalib gələrik. Gedib bu çətin günümüzü, əziyyətimizi yaxşı günlərdə danışarıq və orada yeyib içəndə qeyd edərik ki, İnşallah. İnşallah. Amin. Əliyev Kərim özündən istəyən düşmən erməni partlatdı. Qumbaranı çəkib girdi ermənilər üçün partlatdı özü. Ki, o qədər erməni üzərimizə gəldi ki, həmin Busquda. Yəni ki, Kərim igidlik nümunəsi oldu. Yəni orada göstərdi ki, yəni ki, biz ölərik, dala çəkilməliyik də. Məmmədov sahib rəhmətə getdi, Mahir Qaflanovun yanında şəhid oldu. Uzaqdan snayper atılan atış nəticəsində. Abbas Bəyli Həmid uzaqdan snayper atış nəticəsində şəhid olmuşdu.
Məmmədov Surxay idi. Özü daxili qoşunlarda xidmət edib, çoxdan xidmət edən peşəkar hərbi qulluqçu idi. İdmanca çox güclü nailiyyətləri olmuşdu. Ondan danışırdılar elə öz aramızda. Həm də vahiməli insan idi. Yəni ki, adam döyüşkənliyi var idi qanında. Həşimov Tarzan yaralandı, sonradan şəhid oldu yolda, Sənan şəhid oldu. Postan çıxanda başdan Qəmbərli Elton şəhid oldu. Arxadan düşmən kör gülləsindən düşərdi. Çəkilən momentdə də yaralarımızı götürüb çəkilən momentdə. Rəhmətli Quliyev Şəhriyarı vurdular arxadan. Şəhriyarı vurdular. Bizi bunlar tüy atəşi üzərinə götürmüşlər. Çünki bizim say hesabını, onların say hesabı üzəri tutmurdu. Güllə bizim üzərimizə elə bir mərmilər atırdılar ki, o mərmilərlə tank vurmaq olardı, zirehli bir şeylər vurmaq olardı. O insan üzərinə atılan mərmilər deyildi. Yəni ki, o qədər mərmi atıldı ki, həmin yerə, postun qırağına ki. Başladı həmin ərazi yanmağa, üstü basımı yanmağa. Bunlar da sepşəkli üstərimizə posta kimi gəldilər. Əl-qumara hazırla! Çoxdular, bir 50 nəfər var! Yaralı köməkli gəlir! O qoluna girir! Həmin günü döyüş çox ağır keçdi. O döyüşün ağır keçməsinə baxmayaraq bizim qəhrəman oğlanımız orada qəhrəmancasına döyüşdü. Yəni o torpağın üstünə öz qanlarına yazdılar ki, bu torpaq bizə məxsusdur. Buna baxmayaraq bizim taborumuzun yenə də inam hissimiz heç vaxt qırılmadı içimizdən. Növbəti döyüş tapşırıqlarını, döyüş əməliyyatlarını tapşırıqlarını icra eləməyə başladıq. 2 gün istirahət deyəndə ki, bizim istirahətlə tərtiblənib tezdən digər bölməli şəxsiyyətlə bizə birləşib digər tapşırıqları icra eləməyə başladıq. İstiqamətimiz Azıq-Tuğ kəndindən Böyük Tağlar, Zardneşin, Taqavir kəndlərinin istiqamətində kəndlərini bir-bir işğaldan azad edərək Şuşa üzərinə istiqamətimizi ala bilək, yön ala bilək. Biz ən çox gedib çatacağımız yer Çanaqçıdır. Çanaqçıdan Laçın koridoru və Şuşanı biz işğaldan azad eləməliyik. Yerdə qalan şəhidlərimizin qanını yerdə qoymalı deyilik. Həm qisas, həm torpağımız alınmalıdır, həm də yerdə qala bilməz şəhidimizin qanı. Böyük Tağlar kəndində biz harca bölmələrimizi snayper qrupları saxladı. Çox saxladı. Yəni snayper elə bir atışdı ki, mən o silah mütəxəssisi olaraq deyim ki, yəni bir dənə snayper atırsa, bir briqada, bir dəstə, yəni bir əlahiddə taboru belə qarşısını saxlayır da, istər-istəməz heç kim irəliyə bilmir qabağa. Çünki növbəti atışda can alır. Həmin kəndi dairəvi snayper qrupu mühasirəyə almışdı. Bizə gələn şəhidli yaralılara baxanda hamısının üzdən, üst nahiyələrdən vurulduğunu görəndə mən fikirləşir, istər-istəməz cavab tapırsan ki, bu snayper qrupudur. Yenə də ona baxmayaraq, meşədə bunları ağacdan bizi atan snayperlər, orada istər qızları da var idi, hazır keçmiş, istər muzlu qatili də var ki, erməni deyildi, xüsusi təchizatla. Mən o məsafəyə baxıram ki, o məsafədə vurulan silah xarici silahdır. Yəni, o heç vaxt bu cür mənzildə etki verə bilməz də, yəni bu cür yaralaya bilməz, bu cür adamı vura bilməz. Qadın snayperləri, dediyim kimi, xaricdə yaşamış, təhsil görmüş, mütəxəssis ermənilər də var, muzluları, ağacda özünə mövqe qurub atış atır. O da bizi ləngidir axı. Bizi həmin kənddə saxlayır, üzərimizə mərmiyi yağdırır. Mərmiyi yağdırıb orada bizi gecikdirmək istəyirlər, bizi saxlamaq istəyirlər. Baxın, müdafiədə olan adamlardır. Müdafiədə olanın işi budur, ancaq bizi ləngitməkdir. Mən həmin gün mərmilər atılan günü Həsənov Səbuhi var, 6 Sərbin Kəşfiyyat bölümündən şəhidimiz. Mənlə yan-yana oturmuşdu, bir yerdə oturmuşduq. Biz mövqedə gözləyirdik ki, mərminin atışın aradısı kəsilsin, çıxaq da harasa. Yəni ki, bir ağılsızlıqdır, mərmi hər tərəfimizə düşür. Biz də badi olaraq bununla, Səbuhi ilə bölünmüşdük, bir yerdə oturduq. Səbuhinin ürəyi nəsə damdı, nəsə elə bir ki, hissədə ayağa qalxsın. Tərslikləndə kaska bunun başında, naqrunk boyun eynində, yəni ki, qoruyacaq təchizatla dəstəklənib də, yəni əlində silahı. Mən heç də adi gördüyüm kimi heç nə, biz formamda, başımda da heç nə yox. Yəni, gəlmişəm mövqeyə, gedib silahımı götürəcəm. Əsas mərminin kökü kəsilsin, biz rahat hərəkət edə bilirik. Səbuhi qalxdı ayağım, mən də qalxdım. Yüzdə durmuşuq. Bölümüzdə peçdən hardasa bu qədər hündürdə peç, bu yanımızdakı peç
Bu qədər hündürlüyümüzdə də qalxanda başımız görsənir də, o darvaza tərəfdir. Qapıdır da, bir həyət evidir, darvazasıdır. 2 mərtəbə evdir, pilləkənləridir. Pilləkənin altında köhnə peçlər var, çörək bişirən təndir peçləri, o peçsəndir. O da insan hündürlüyü barəsə bu qədər olar da. Bir-birimizdən deyib güləndə, bu müddətdə düz qapının ağzına, darvazanın ağzına, tərslikdən qapısı da, insan üçün keçən darvazanın qapısı var. Qapı açıqdır. Qapı mərmi düşür düz darvazanın ağzına, düz həyətin qabağına. Mərmi düşəndə mən istərsəməz o vanlığı hiss edirsən də, düşürsən ki, gözün zadın bulanır, üzün zadın qırışır, çünki güclü kütlə havası gəlir. Partlayış qəlpə ilə bir yerdə və qəlpə ilə bir yerdə üstəlik daha çox fəsad yaradır da. Danqıltı səsi eşitdim, fikir vermədim, mərmi qutardı. Başımı çöndərdim ki, baxım üstümə ki, mən yaxşıyam, mən nətərəm. Bir baxım ki, mən nətərəm, dəmir gəldi, qəlpə gəldi, amma səsi tutamıram ki, hara dəydi o. Sən demə, qəlpə qapının ağzına, darvazanın qapısından keçib, 2-ci mərtəbə, o vaxt kənd yerlərimizdə 2-ci mərtəbəyə dəmir turbalarla tumba qoyurlar ki, bəs pilləkən qalxmalı tum. Həmin tumbanın ikisinə dəyib, gəlib Səbuhiyə dəyib başına, qəlpə. Çöndüm, belə baxdım ki, Səbuhi yerdədir, bəs qan alıb gedir bunu. İlahi, Allah'a təkbir çəkdim ki, nətər oldu, bu necə oldu, yəni adam ağlını sıxışdıra bilmir də, yəni bir dəqiqə durmuşdu. Tərslikdən də artilleriyanın ateşi kəsmir. Ki, gedim mən həkimi tapım gətirim. Dedim, olmaz belə, bu qan alıb gedir, bir də qan alıb gedəcək, daha da vəziyyəti pisləşir, bəlkə həyatda qala bilər də bu insan. Getdim, mərmi atata, qaçdım, həkimi gətirdim. Qaça-qaça gəlib, həkimi mövqedən tapdım ki, bəs həkim, bəs yaralı var, gəl. Sağ olsun, Nəbiyev Nəcməddin var, qazimiz. Həkim ürəkli uşaqdır, cəngavər uşaqlardan biridir. Deyim, çəkinmədən gəldi məndən və sarıdı, başın ilk tibbi yardım göstərdi, dərman, iynəsini zadını vurdu. Qaldırdı ayağı, gördüm ki, ayağı qalxıb yeriyir də, sevindim ki, ay Allah, sənə qurban, bəs nə yaxşı yeridir də bu, yaşayacaq da, əsas o da yaşasın. Görməsi də olur, amma yaşasın da, amma ki, bir gözü görsün, nə bilim, bir əli olmasın, amma yaşasın, yaşamağı lazımdır. Öz övladından danışır, tez övladı olmuşdu. Ayağa durdu yerdi, burası bu vəziyyəti yaxşılaşdı, daha da mən sevindim. Həkim ilə apardı təxliyə çayın qırağına, Kəmin kəndinin çayın qırağında bizim təxliyəmiz var idi. Yaralını oradan götürüb apardı təxliyə, arxaya cəbhəyə. Kör peşman qayıtdım, şokdayım, ailə bilmirəm də, necə olar insan. İtirə-itirə geysən də, gündən günə ancaq adam itirirsən, adama necə təsir edir, çox pis təsir edir. Deyirsən, Allah, görürsən mənim vaxtım nə vaxt çatacaq, bu şəhid zirvəsi mən nə vaxt uzalacam, al mənim bir canımı qutarsın da, yəni pis mənada çıxmasın, yəni ki, tez adam ölməsin ki, rahatlasın, əziyyətləri görməsin, vicdan əzabı, can əzabından valla satdı. Can əzabı odur ki, canını götürüb gedirsən bu həyatda, amma ki, vicdan əzabını çəksən ki, bu yoldaşın burada şəhid olması, yaralanması sənin əlindən gələn bir şey yoxdur. Ancaq yarasına məlhəm sarıyıb, iynə vura bilərsən, ağrı kəsici vura bilərsən. Səmin kənddən meşəyici olaraq hücumlarımızı davam elədik. Snayperləri aradan qaldırdıq, meşədə olan snayperləri. Bizim qarşımızı kəsən dediyim yaddır ki, yarım qrup şəklində bölünərək meşədə mövqe alan snayper qrupları, muzlular, qızlar, ermənilər. Həmin səhhəti də keçdik. Snayperləri ağacdan, onları ağacda elə bir maskalanırlar ki, yaşılıqda bir snayper tapmaq çox çətindir. Yəni yay günü çox çətindir. Çətinlik ondan ibarətdir ki, yəni yaşıllıq o qədər çoxdur ki, sən o yaşlı bir paltar geysə, sən onu saçıb, seçib tapmaq çətin məsələdir. Biz inanırıq o çətinliklə meşədə o snayperləri tapdıq, hamısını bir-bir məhv elədik. Davam elədik qabağı kənddələr, kənd istiqamətlərinə. Bu zaman bizim digər bölmələrimizdə digər kəndlərdən düşüb gəlirlər, yəni eyni kənddədir. Kəndlər alındıqca digər bölmələrə verilib hərəkət qabağa gedir, ancaq qabağa. Yəni ki, başqa bir şey yoxdur. Yəni, yuxarıdan da nəzarət var, aşağıdan da hamı nəzarəti var, nəzarətli şəkildə döyüş planları planlanır, planla icra olunur. Böyük Tağlar kəndində digər taburumuzu pusuya salmaq istədilər. Mənim qrup komandirim mənə tapşırıq verdi ki, bizim şimal-şərq istiqamətimizdə 1300 metr
1308 metr məsafədə düşmən ermənisi var. Onlar səngərə doluşub, bizim uşaqlar digər bölməmiz qəbirstanlıqdadılar. Yaralıları var, şəhidləri var. Bunlar da bunları mühasirəyə alıb almaq istəyirlər. Bəs snayper atmalıdır. Məsafəni soruşdum ki, bəs mən əslində məsafəni bilməliyim. Məsafə harca gəldi 1370 metrə çıxdı. Bu mümkünsüz atışdır. Yəni mənim əlimdə olan silaha görə 1370 metr atmaq, məsafəyə atmaq mümkünsüzdür. Amma yenə də atmalıyam. Məcburam ki, onları oradan puskudan çıxarmaq lazım. Biz gəlib çatana kimi çatdıra bilmərik. Axı indi atış elim ki, onları səngərdən çıxardaq, biz gəlib onları özümüzü yetişdirək. Köməyə çataq vaxtında. Cədvəldə düzəlişmə, silahda düzəlişmə eləyib birinci atış elədim. Tətiyi bastım, birinci atış elədim. Tətiyi atış olandan sonra rabitədə əlaqəyə çıxdı ki, snayper atsın. Düz atın. Düz ermənim səngərin səs almışam mərmini. Biz böyrünə düşüb, bunlar mərminin yaxınına düşdüyünü bilib qaçıblar. Qaçdılar. Məndə 40 böyütmə cihaz var yanında. Baxıram, görürəm, bunlar doşuluq qaçır. Mən dayanmadan atıram bunların dalına ki, qoy qaçsınlar. Uşaqlar, bəs döyüş yoldaşlarım qalmasın mühasirədə. Pisdir. Yəni, vəziyyət pisdir. Şəhid də var, qan itirən də var. Qəbirstanlığa çatdıq, Böyük Tağlar kəndinin qəbirstanlığı idi. Tağıyev Fuad, rəhmətli Gizir Tağıyev Fuad. Çox güləri, səmimi insan. Tağı! Salam bura! Döyüşkən, mərd, insanın yoldaşçılığı olan. Hər şeydə insanla müsbət idi də. Bu insandan mənfi heç bir şey deyə bilmərsən də Fuaddan. Bir qəşəng söz var idi, Badedir. Badi bunları gedir öldürməyə edir, bunları deyir qanını içəcəkdir. Badi, canavar var. Dövüş bizliydi, bura. Bizlik. Onların hamısını ağlar qoyacaq. Çox mənfətdir. Adam için anmır ki, adam nətər yolar. Çep çatdım ki, Fuad şəhid olub. Digər iş yoldaşlarımız adım yaralanıb. Əli gedən var. Rəsulov Elvin əli gedib. Qazimiz, Allah ona şəfa versin, can sağlığı versin. Döyüş yoldaşlarım yaralanıb. Üstəlik şəhid də var. Bunlar buradan dala təxliyə çıxarmaq var. Gözümə erməni maşında idi. Gördüm, nəsə saz maşını oxşur da, saz vəziyyətdədir bu. Açarı çıxarmaq istəyib, çıxarda bilməyib, evdən qaçanda. İstəyib ki, maşını qoyub gedib, o usta gedən. O usta açarı da istəyib qoymasın, qırıb içində gedib, açarın qırığı qalıb içində. Gəldim, maşına oturdum, barca baxmada texnikadan başımız çıxır. Açarı dırnağımı açıb, görüm maşın zamoku açdı. Dırnağımı başladım burmağa, görüm maşın xodlandı. İşə düşdü, mənə işə düşdü. Demək olar ki, Fuadı yaraları qoyub gedə bilərik də. Kənddə dikdi, ancaq yüksəlik qalxırsan, düşürsən. Kəndi üçün bu belə-belədir. Amma daşdan düzüblər kəndin üçün. Palçıq deyil də, maşın gedə bilir. Baxıram ki, maşına. Maşın, nəsə, Fuadı erməni evindən xalçaya bükdüm, uzatdım maşının arxasından. Tablo komandirim dedi ki, apar təxliyə çatdır, qayıt gəl. Hələ adam çox aparmalısan, yaralımız şəhidimiz var, başqa adamlar da var. Yaralılarımız var. Yola düşdük döyüş yoldaşımla, tək deyiləm, yanımda döyüş yoldaşım da var. Yolu səhv döndüm, sola döndüm. Yolda demirəm, meyillidir, 35-45 dərəcə meyilliliyi var. Fikirləşəm də, maşın bu yol tiki birdən səhv olsa qayıda bilməyəcək. Yəni, maşın harca xarab olacaq, yolda qoyacaq bizi. İçimə bir his qapanıb da görürəm ki, mühərrikin səsindən özünü aparmalıyam, görürəm ki, maşın saz vəziyyətdə deyil, yəni, qazla gedir, bunun bəlkə qazladı, benzini qutaracaq. Rabitə rəqə çıxlar ki, maşın hara getdi, səhv kəndə getdi, səhv yerə getmişsin, saxla maşını. Ay, nə səhv, nə kənd, o kəndin girişindəyəm ki, bunu indimi deyərlər adama, mən nə bilim bu hansı. Yəni ki, 3 kəndə almışıq, 4-cü kənddə qalıblar elə ermənilər, başa necə. Fuadı maşın saxladım, Fuadı götürdük, qoyduq yerə. O da çarəsiz vəziyyətdə oturub gözləyirik də. Arxadan kömək gəlməyin. Bu yana gələn erməni gözü. Nə qədər üstümdə nə qədər silahım var, nə qədər təchizatım var, hamısının gülləli zatı, təchizatda, yəni mühümmat. Nə qədər mühümmatım var idi, hamısını qoydum da oraya. Yəni, yanıma qoymuşam ki, hazır vəziyyətdə ölənə kimi döyüşümdə, yəni Fuadı qoymayayım orada. Fuadlı bir döyüş olaşımda. Sanmasa düşməsin əllərinə. Allah çox şükür, onlar gəlmədilər. Erməni tərəfdən kənddən üzrə ismi gəlmədi. Maşını orada qoydum, gəldim. Maşın mühərrik işə düşmədi. Ermənidə nə xeyir görmüşük ondan görə. Bu yana gəldim,
yenə yaralılarımızı çıxarmaq lazımdır. Kəndlər çox dikdir, yəni hal qalmır da adamın çıxarmaq, şəxsiyyəti də gücü yoxdur. Döyüşdən çıxan şəxsiyyətə çətindir. Yaralı şəhid daşımaq ağır olur, çətin olur. Yəni gec gedib çıxırıq, maşın lazımdır. İstərsəmiz alternativ vasitələrdən istifadə etmək lazımdır. Köhnə 131 maşını var idi. Bu da yük maşınıdır. Dedilər ki, orada bir yük maşını var, bəs onu sürə bilərsənsə, sür, gətir. Mən yaralarımız şəhidlərimizi qoyaq ki, çıxaq da kənddən. İşıqsız da olsa çıxaq, biraz uzaqlaşaq çalması, yolumuzu qısaldaq. Gəldim zil maşının yanına, Gizir Nəsibli Rəşadla. Mənim uzmanım idi, PKŞ. Allah ona şəfa versin, Allah ona can sağlığı versin. Yaxşı qardaşdır. Allah canına dəyməsin. Ona çox döyüş yolunda olmuşuq, çox çətinlərdə olmuşuq, çox ürəkli, vətənpərvər oğlandı. Rəşad maşını, birinci dəfə də mən maşını görmüşəm. O zaman deyirəm, bunun açarı hardadır da, yəni bu nətər xodlanır? Deyir ki, bir gözlə də axtaraq. Nəsə, kurçatır vurdum, sənin bunlarda Ruçkanla da, kurçak belə Ruçka kimidir. Qapı açırsan elə bil. Belə vuranda gördüm, statiri xıldadı da, nəsə xodlamaq istədi. Vurdum, görüb, o maşallah xodlandı. Mən nə bilim, bunun tormuzu yoxdur. Getdim, tormuz vermək istəyəndə elə buraxdım, getdim düz aşağı tərəfdən, aşağı zil içində. Zil fırlanır, mən fırlanıram. Zil fırlanır, mən fırlanım içində. Allah qurban olum. Qəza keçirirəm də, yəni gözünə buna vaxt dayansın. Ağacdağıdır, deyirəm, dayanacaq da, bir sürətini azaldır, bir ağac saxlayacaq. Yəni, tərsdən də, bu da ağır maşındır, qıra gedib çox fırlanıram maşın. Başım, ayağım, əlim, ayağım deyil, amma şükür Allah sağ çıxdım maşın. Dayandı, sağ çıxdım. Gizir Nəsibli inanmır ki, sən nətər sağ çıxdın, deyir, maşın içində. Necə kruq vurdun, deyir, sən maşın içində nətər sağ çıxdın, necə sağ ol qala bildin, yəni ki. Gəldi, əlindən kömək elədi, çıxartdı məni oradan. Silahımı zadımı götdüm. Tezdən yaralılar məcbur olub, təxliyə qrupu gəldi, tezdən əlimizlə daşıyası oldu. Maşın, demirəm, yəni ermənidən xeyir görənmir ya, ermənidən bir dənə xeyir görmədik. Neydi öz inadımız? Yolumuz düşdü, Çanaqçı, Sığnaq. Sığnaq kəndindən Çanaqçıya keçdik. Çanaqçıdan videoda gördüyünüz kimi orada Şuşanın ərazisi, Laçın koridoru daha dəqiq görsənir. Şuşa, Laçın, Şuşanın dalında Xankəndi. Həmin məşhur Laçın koridoru deyib bu. Bakı dağının ortası ora. Orada konkret Laçın dəhlizi, Laçından gələn, Daşaltdan gedən, Şuşaya girən, Şuşadan gələn maşınlara demək olar ki, məsafə 6-7 kilometr olmalı baxmayaraq, amma ki, müşahidə icazələri müşahidə eləmək olur. Bizdə döyüş əmrini gözləyirik, səpələnmişik, harasa şəxsiyyətimiz var, Şuşaya gedən şəxsiyyətdə hazırlanıb, tərtiblənmişik. Orada mən barınaq qurdum, barınaq bizə çox kömək oldu. Dronlar bizi çəkib yerimizi tapırdılar. Gecələr, məsələn, Anqada ağacın sənzada girsəndə soyuq olur, səsimi külək tutur, amma bu yaxşıdır ki, hava keçirtmir, külək keçirtmir, soyuq keçirtmir. Daha barınaq deyirlər buna, bu daha əlverişlidir. Həm də düşməndən müşahidəsindən daha yayınırsan. Harda qalırıq aş? Valla bir də. Sən. Çöldən belədir, heç nə bilinmir. Mənlə barınaq. Tapşırıq alındı, axşam qaş qaralan vaxtı çıxdıq yola. Həmin Laçın koridoru asfalt göstərim. O yoldan da mən baxıram, bir video gördükdə mən daha dəqiqləşmişəm. Düşmənin mülkü yük maşınları gedir, uzun yük maşınları var, tırlar. Tırlar Laçından Şuşaya girib. Deyirəm, biz də istərsəmiz Şuşaya ki, olub. Görəsən nədir? Bu silahdır, bu mərmidir. Bunlar Şuşaya nə yığır? İstərsəmiz fikirləşsən ki, içində qorxu üstündən getmir. Heç kim deyəməz ki, mən qorxmuram. Əsas o qorxu istəyən üstəliyəsən üstündən. Getdik, hərəkət elədik, dar cığırlarla çıxırıq. Dar cığırlarla çıxıb koridor bizdən 3 kilometr yüksəkdədir. Biz gəlmiş, çatmışıq, bir atki asfaltın dibindəyik. Zigzagvari qalxırıq. Zigzagvari qalxdıq, düz bir dağ laylası var. Bir dağ üstündən bir cığır yolumuz var. Hamı bir cığırla koridora tərəf gedir. Döyüş yoldaşlarım döyüşə başlamağa, Allah Ekber deməklə minametlər başladı atmağa. İndi biz keçirik, keçən yolu vurur da. Həmin yolu vurur, gözlür ki, mərmi düşsün, sonra keçək.
üstəlik yaralımız var, şəhidimiz var. Sağ olsun rəhmətli Tağıyev Ramiq. Rəhmətli Tağıyev Ramiq indi o qədər ağrı kəsici yoxdur da. İndi döyüş meydanında bir də 10 nəfər yanan hamısı ağrı kəsici vuramırsan da. Ramiq o qədər cəsur, o qədər mərd, o qədər hünərli oğlan idi ki, o qədər canında qeyrət var idi, çox igid oğlan idi da. Çatana çatır, yanından iynə vurandan sonra şillə vurur ki, yəni vurdum iynəvi, yerini oxalayır pambıqla. Sənə vurdum iynəvi, o psixoloji olaraq öz içində rahatlıq tapır. Heç iynə vurmayıb, amma o psixoloji olaraq rahatlıq tapır ki, yaralansa belə qışqırmır. 10 nəfər, 15 nəfər hamısına belə yardım göstərə gedir. Ay Rami. Hə? Deyirəm, nətərsən? Bomba kimi. Hə? Hə? Yolda görürəm ki, kamyonda bir nəfər gedir, yükü çoxdur. Qaranlıqdır, indi kolonda hamı iş ulaşır. Prosta indi qaranlıqda indi aləm deyə bir-birinə mən qabağa düşmüşəm, ya sənin kolonda dala düşmüsən. Bilmək istəyirəm görüm kimdir, bu ağır gedir. Deyirəm bir də minamyot düşəcək də hərəkətlə. Görürəm bu üstündə yük çoxdur da. Silah da 2 dənədir. Arxadan yaxınlaşdım, gördüm ki, şəhid baş gizir Niftəli Mehrab. Mehrab 6 qolçu qoyub yerə, dəstəliyib özünü saxlayıb belə istirahət edir. Bir əlində silah, beynində çoxlu yükü var da. Harasa 70-80 kilo yüklə gedir. Tanki nəfəs olub. Dedim, ay rəis, həm bir yerliyi, həm hərbi termində zəmin deyirik də, yəni belə ismasın. Ay yerli dedim, nə olub sən, niyə getmirsən? Qayıtdı ki, görmürsən, tənki nəfəs, görmürsən, deyir, apara bilmirəm. Dedim, mən heç nə, aldım silahı əlindən. Dedim, mən gedirəm, gəl. Gəldim, baxmadı, yükün yüngüləşirdim, gəlsin. İndi koridoru keçirik, ayağımız asfalta deyir, sevinirik. Baxma, sevinirik ki, koridoru ayaqlarımızı bastıq, ayağımız koridordadır. Keçdik, getdim biraz qabağı, biz orada baxmada, tanımadığımız yerdə istər-istəməz ora konkret səpələnirsən də. Orada həmin yerdə qoyduğumuz Laçın koridorunu keçən kimi təpədə 50 nəfər yaralı qoyduq. 50 nəfər də bunların yanında şəxsiyyət qoyduq ki, yaralıları təxliyə eləsinlər, yanını təxliyə. Həmin 50 yaralı şəhid oldu. Həmin 50 nəfər qoyduğumuz adam 50-si yaralı oldu. O qədər mərmi atdı ki, mənə ora. Amma mərmilər bizi görmədi, bizi tutmadı ki, çünki biz düşdük dərəyə, Şuşanın sol istiqamətindən, arxa istiqamətindən, Xankəndi Şuşa yolundan biz Cığırdan qalxmalıydıq. Gecə səhərə kimi yol getdik. Şuşanın o yolunda yüksəklikdən şlanklarla zaten bulaq çəkib ermənilər. Çatanda sularımızı alımızı doldura gedirik. Amma tez qaça-qaça getməliyik ki, hava işıqlaşır. Hava işıqlaşsa, koridorun bu üzündəyik, bunların arxasındayıq. Həmin koridorda da yüksəklikdəki təpələrdə bunlar postlar qurublar. Gəldik düz Şuşanın ətəyinə, Şuşada videom var. Şuşalı dostumu, yoldaşımı tapdım. Demək, qaqaşımız Naxırdanında görüşmədik, gəldik Şuşada görüşdük. Qismət bu günəymiş. İnşallah sağ-salamat qayıdar qardaşım. İnşallah. Narsan o vaxt adam bilmir, orada görsən deyirəm ki, görək qismət Allahdan, sağ qalsaq inşallah görüşərik də. Yəni Allah haqqı, yəni mən qəbrimi gözümlə görmüşəm də. Şuşaya o yolu tiki qalxan zəlimdə gözüm açıqdır, danışıram, gözümü qapayıram, amma burada deyiləm də. Yəni gözüm bir anlıq fikirləşirəm ki, öz valideynlərim, öz yaxınlarım qəbrimin üstünə ziyarətə gəlir. Ki amma prosta bir yandan şey deyirəm ki, yox da, yəni şəhidlərimizin qisası alınmalıdır, yəni ola bilməz. Yəni ölsəm də burada şəhid olsam, bu torpağın üstündə öləcəm, bu torpaq da bizə qalacaq. Yəni ölsəm bu torpağın üstündə ölək. Ayın 5-i günü saat 9-10-a işləyirdi. Yaxın da zor, uzaq da zor. Bizim pusku qruplarımız, yaxın pusku, uzaq pusku qruplarımız tamamilə yerləşmişdi. Və aşağı pusku qrupundan xəbər gəldi ki, Xankəndi istiqamətindən maşınlar gəlir, tank gəlir, BMP gəlir. Bunlar Xankəndidən yoldan çıxıb, Şuşanın 3 yolu var ya, həmin tank vurdu, Həsəni Ziyan tank vurduğu yerdə. Sağa dönür, Şuşanı bir belə dövr eləyib, Şuşanı dövr eləyib, mühafizədə saxlayırlar. Biz də dişi çıxmışıq, düz çıxmışıq asfalt üstündən.